Temudan kargolarımız gəlir, bir yerdə açar. Açım sırayla göstərək. Belə bir çanta vurmuşdum planşetim üçün. Bəzən planşetimi yanımda aparmaq istəyirəm, amma əlimdə ağrıyor. Yəni rahat olmur. Bəzi əşyalarımı da qoymaq üçün belə bir çanta. Bax içinə. Heç bir göz olmayan adi çantadır. Daha sonra bu anamın maşını üçün dirsəklikdir. Görək necə yerləşdirəcəyik bilmirəm. Burada telefonuma bir də kablo var adapterına. Şimdi taxacam onları da. Bunlar kabroma baxın. Amma qəşəngdir, pis deyil də, düzdür. Amma daha parlaq, çıxıntılı kimi görünürdü. Yəni səhifədə. Orada satışda elə görünürdü. Belə də qəşəngdir, düzdür. Amma bilirəm tez kirlənəcək bir modeldir də, qaranı kiri götürəcək. Bilmirəm. Amma işlədəcəm. Burada mənim işimlə əlaqəli aldığım metodikalarımdır. Uşaqlar bir dilini qoyacaq bura, şarkı endir, qaldır, sağa, sola, belə şeylər. Biyaçı organizer almışam, gətirib bir göz. Amma şəkildə bu belə deyil idi. Çəkməcələri olan, yəni siltməsi olan da adı nə idisə, ondandır. Yəni bundan bir göz deyil idi də belə. Bu nədir? Mən aldığım bu deyil. Çəkməcəli bir şey almışam mən. 6-dır, 7-dir, nə? Bu nədir? Nəysə, bunu da işlədirəm, mənə var. Amma niyə də, yəni, əsəbləşdim. Bunlar saxlayacağım, lazım işte. Dayandırmamışmış hani. Daha sonra belə corablar almışıq. 8 halında biz belə işlədirik. O ebilçi 5 cütdür, səhv eləmirəmsə. Nəysə, belə. Yaxşıdır keyfiyyətləri falan. Biz istifadə edirik. Əvvəl almışdım. Yəni, xeyli müddət istifadə elədik. Sonra burada nə var? Hə, bu maşın üçün duxulardır. Asmalı. Görək. Bunlar bilmirəm, iyisi var, yoxsa bəzəkdir, tam tut. Bunlar bəzəkdir. Bunun içinə biz dolduracaq. Nəysə. Daha sonra burada nə var? Bu dəqiqə. Sahadımız. Baxaq. Bakayım. Baxın, bu qolumdakı saat belə qızıl. Bu da içi çəhrayı elə belə almışıq. Qəşəngdir. Saatını falan özümüz düzəltməliyik indi. Belə qəşəng, bunu da sevdim. Qəşəng gəlibdi yəni. İndi saatını düzəldərik. Daha sonra burada nə var? Bu da mənim işim üçündür. Bu elə bir ki, belə eləyirik. Barmaq uclarını, sinirləri uşaqlarda aktivləşdirmək üçün bir vəsaitdir. Bu nədir? Mən 48 parça almışam broşkanı. Bu nə deməkdir ki? Bu nədir? 3 dənə broşka veribdi mənə. Mən girib təzədən baxacağım aldığım şeyi ki, ora necə. Mən bunu adım ki, məmnəm yazılmış 48 parça. Bu nədir indi mənə göndərmirsən? 3 dənə şeyi mən buradan ala bilmirəm. Beynim söndü. Bu da mənim işimlə əlaqəli olan vəsaitdir. Uşaqların əlləri. Əl inkişafından yəni bu. Bir də özümə masaj eləmək qərarı aldığım üçün nəticə olaraq dolğu yox, estetik yox, ekstra bakım eləməyim yoxdur. Mən də dedim ki, bunu eləyim. Necə gözəl hissiyatı var. Belə eləyir də qızlar. Belə. Bundan. Başqa nə qaldı? Bu nədir? Bu uşaqlar at geyimidir və mən bunu 10 dənə almışam. Gəlib göndərdiklərinə bax, bir dənə dumuş. Nəysə, bunu açıb göstərməm, ayıbdır. Bu da ki, belə görünmürdü. Nəysə. Bu da ki, şeydir, maşını təmizləmək. Həqiqətən Temu, yəni bilmirəm, qəşəng şeylər də var, düzdür. Bu deyil ki, 70% yaxşıdır, amma məsələn, bu, görürsünüz, belə nazik idi. Amma şəkildə necə idi? Belə topbuş, belə
toppuş bir fırçaydı da. Bu nədir ki? Bitti. Bitti. Bu qədər. Yəni pişmanlıqlarım var. Bu nəysə, bunu cəhənnəm, bunu idarə eləyərik. Çünki maşının toz səsini səcik deyir, nəysə. Amma belə görünmürdü. Bunlardan razıyam. Bu nədir mənə göndəribdilər? 3 dənə broşka, mən bilmirəm. Eynəklərdən çox razıyam. Bu nədir? Bir dənə boz, əsəbim pozuldu, bunu atıb mənə. Yaxşı ki, corablar 10 cüt gəlib də, yəni. Dirsəklik çanta da adi çantadır. İndi görək necə olacaq. Bilmirəm. Bundan çox narazıyam. Mən bunu belə almamışam. Sirtməli almışam. Bilmirəm, nəysə. Sadəcə belə xırda-xuruş şeyləri Temudan almaq məsləhət olur. Trendyoldan geyimləri onsuz da alıram mən. Amma Trendyolda belə şeylər baha olur. Yəni bilmirəm. Biraz əsəbləşdim. Bu çıxıntılı, belə şey görünürdü. Parlaq, çıxıntılı bir kabro kimi görünürdü. Yəni belə deyil idi. Nəysə. Sağ olun dostlar.